Bilirəm ki, çox adam köhnə Bakı üçün darıxır. O vaxtın Bakısında baş verən gündəlik hadisələrdən danışıb, ötən günləri xatırlamaq yerinə düşər. Bunun üçün sözləndə Hüseynqulu Sarabskinin Köhnə Bakı əsərinə müraciət etmək vaxtıdır. Azərbaycan opera sənətinin görkəmli nümayəndələrindən biri, ölkəmizin teatr sənətinin inkişafında böyük xidməti olan istedadlı aktyor Hüseynqulu Sarabski özünü həm də ədəbi yaradıcılıq sahəsində də sınamış və bir neçə dram əsəri, eyni zamanda müxtəlif mövzularda oçerklər yazmışdı. 1938-ci ildə yazılmış Köhnə Bakı əsərində keçən əsrin əvvəlindəki Bakının həyatı və məişəti ilə bağlı müxtəlif hadisələr müəllifin şəxsi müşahidələrinin süzgəcindən keçərək rəngarəng bədii boyalarla təsvir edilmişdi. İndi sənə həmin əsərdən bağa köçmə hissəsini danışıram. Nurcan xala düyünü təmizləyər, noxudunu, lobyasını, mərcisini arıdıb kisələrə tökər, ağızlarını bağlayıb evin bir küncünə yığardı. Kəblə Novruzqulu axşam çağı evə gəlib bir qədər istirahət etdikdən sonra Nurcan xala unlu əllərini silərək ona deyərdi: "Ay kişi, hər şey hazırdır. Get bayır şəhərə, xanım karvansarasından bir araba danış. Gəlib bizim köçümüzü aparsın." Bakının ətraf kəndlərindən şəhər bazarlarına yük gətirən arabaçılar bazarda yükü boşaldıb, arabalarını keçmiş Quba meydanında olan xanım karvansarasında açar, orada rahatlanardılar. Kəblə Novruzqulu o karvansaraya gedib arabanı danışıb behləşərdi. Evə qayıdıb arvada deyərdi ki, tez ol, tədarük gör, avadanlığı qablaşdır, arabalar indi gələr. "İndi nə üçün ay kişi? Arabaçılar atları istiyə salmamaq üçün gecə getmək istəyirlər." Arvad deyinməyə başlardı. "İndi mən qara gün məfrəşləri bağlayım, qab-qazanı bağlayım, toyuq cüzəni tutum ya sizə xörək bişirim. Arabaçı başı daşdı, səhər gedə bilməzdi. Ay qız, tubu. Tez bu qab-qacağı quyu üstə yu, torpaqla salavatda gətir." Tubu qonşu evində qonşu qızları ilə gəlin oynamaqla məşğuldur. Arvad bir çağırır, iki çağırır, görür ki, Tubu gəlmədi. Çığır-bağır salmağa başlardı. "Tubu! Tubu!" Qız qonşu həyətdən anasının səsini eşitcək, "Gəlirəm ana!" deyib yüyürərək gəlir. Nurcan xala, "Ay səni görüm başını top aparsın, heç qapılar açıb girməyəsən," deyə qızı danlamağa başlayardı. Kişinin ovqatı təlx olar, acığından samavar dütkeşini götürüb düşərdi arvadın üstünə. Tuba ağlayar, arvad da kötəyin zərbəsindən bağırardı. Elə bu vaxt Kərim yədəyində bir qoca qotur köpək, boğazında bir üz dəsmalı həyətə girərdi. Kişinin qanı qara, gözü Kərimə sataşardı. Hədə, bu qotur iti niyə gətirmisən?" "Ay ata, bağa aparacam." Kişinin ovqatı daha da xarablaşar, o yan bu yanı axtarar, əlinə təndir kösövü götürüb itə bir-iki çəkərdi. İt vaqqıldaya qaçar, boğazına bağlanmış üz dəsmalını da aparardı. Atalar bu yerdə deyiblər ki, it də getdi, ip də. Kişi acığından Kərimin üstünə düşər və həyətdə qiyamət qopardı. Qonşular axışıb gələrdilər. Kişilər Kəblə Novruzqulunu, arvadlar da Nurcahan xalanı sakit edərdi. "Kəblə Novruzqulu, salavat çevir, axşam vaxtı yol üstəsən. Hövsələni bas, ovqatını təlx eləmə." Nurcahan xala üzünü arvadlara tutub, "Ay Məşədi Püstə bacı, mənim belə dərdlərim var. Xeyri olsun ərdən övladdan yarayanlarım." "Eybi yoxdur bala, eybi yoxdur. Başının sahibidir. Səni döyər də, istər də, ər adamı öldürər də." Kişilər Kəblə Novruzqulunu sakit edər, arvadlar da Nurcahan xalaya kömək edər, avadanlığı sazlayar, sonra ev sahibləri ilə süfrəyə əyləşib, bozbaşı həzm rabedən keçirərdilər. Küçədən salyan arabalarının ağac oxlarının cırıltısı eşidilməyə başlardı. Kəblə Novruzqulu qonşuların köməyi ilə tez arabaları yükləyər, arabaçılara yemək verdikdən sonra toyuq cücələrin ayaqlarını bağlayıb, yükün üstə, qoyunu isə əl ayağını bağlayıb arabanın dümbəsinə qoyardı. Balaca Tubu gəlinciklərini, pişiyini qucağına götürüb arabaya oturardı. Nurcan xala da qonşu arvadlarla qucaqlaşıb öpüşdükdən sonra arabaya minərdi. Axırda Kəblə Novruzqulu evi və həyət qapısını qıfıllayıb, açarı qonşulara tapşırar, əlini cibinə atıb, avadanlıq daşıyan qonşu uşaqlarına pul payladıqdan sonra xudahafizləşib arabaya minər və qonşuların "Yaxşı yol, Allah amanında" sözləri ilə yola düşərdi. Araba silkələnər və cırıldar. Toyuq cücə qaqqıldaşmağa başlayardı. Kəblə Novruzqulu səsdən təngə gəlib, köpək oğlunun malları, şov qəribə qalasız, xeyrata kəsiləsiz, deyə mırıldanardı. Arvad,
Yaxşı olardı ki, sənin xeyratına kəsiləydi. Bir kərəmlik baş qulağım dincələydi. Yolçular deyinə-deyinə gecə yarısı suraxanaya çatardılar. Kəndin küçələrindən birində tini vurulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub sınardı. Ölüm-zülüm kəndin içindən çıxıb gecə yarısı suraxanıdan biraz aşağı usta şəhərdi dediyimiz yerə çatardılar. Orada yükü yerə düşürüb, arabanın oxunu düzəldər, bir qədər dincəlib, atları yemləyib suladıqdan sonra yenə də yükləri yerinə bağlayıb yola düşərdilər. Gündüz saat 12-də birdə Şüvalana çatardılar. Yükü həyətə boşaldardılar. Kişi deyərdi: "Arvad açar ver." Arvad bir qədər ora-burasını qurdaladıqdan sonra yadına düşərdi ki, bağın açarı yaddan çıxıb şəhərdə evdə qalmışdı. Ay kişi, açar yadımdan çıxıb, qalıb evdə. Kəblə Novruzqulunun qanı təzdən qaralardı. Sənin atan, anan gorbagor olsun. Mənim canımı boğazıma yığdın. Yekə arvadsan, bilmirsən bağ otağının qapısı açıq deyil, qıfıllıdır. Ay kişi, o qədər deyinirsən, bildiyimi də çaşıram. Səni görüm öləndə dilin kəlmə-i şəhadətə gəlməsin. Sən bəyəm mafar verirsən ki, mən bilim nə iş görürəm? Ər-arvad bir-birinin tozunu çırpandan sonra kişi bir müsibətlə qapının qıfılını sındırar və açardı. Evin içində keçən ildən qalma quru meynə olardı. Payızda şəhərə köçərkən meynələrin başını kəsərdilər ki, gələn bahar üzümü yaxşı versin. O meynə başlarını evə doldurardılar. Gələn il bağ vaxtı onun qurmuşunu ocaq altında yandırardılar. Quru meynələri köməkləşib bayıra tökdükdən sonra avadanlığı evə yığıb sahmanlardılar.